Hello guys, I'm Farida, English instructor. I'm gonna explain something from grammar. This grammar is called used to or to be used to. Bugün sizə izah edəcəyim qrammatika be used to və used to arasında olan fərqdir. Used to nəsə bir şeyə biz keçmişdə vərdiş etmişik, amma artıq onu etmirik. For example, when I was 6, I used to go dancing. Yəni 6 yaşım olanda mən rəqsə gedirdim. Amma artıq getmirəm. Yəni bu bir vərdiş idi, keçmişdə olub, amma lakin indi bunu etmirəm. Lakin be used to artıq nəyisə öyrəşmişəm. Vərdiş halına gətirmişəm və bunu edirəm. Məsələn, deyirəm ki, I'm used to going course every day. Yəni mən artıq kursa hər dəfə getməyə öyrəşmişəm. Hər gün getməyə öyrəşmişəm. Və ya I'm used to teaching English. İngilis dilini tədris etməyə artıq öyrəşmişəm. Nəzərinizə çatdırardım ki, used to-dan sonra gələn feil olduğu kimi qalır. Heç bir ing və yaxud da müəyyən bir dəyişikliklər olmur. Lakin be used to-dan sonra gələn feil isə verb plus ing şəklində istifadə olunur. Məsələn, used to go, it's talking about the past habits. Amma to be used to be olduğu kimi açılır əmizara görə və used to-dan sonra gələn feil ing qəbul edir. Be used to going. That's all guys. Bugünlük bu qədər. Gələn görüşlərə dək.